Bu 3 gizli əlamət Parkinson xəstəliyinə tutulmamışdan 10 illərlə əvvəl xəstələrin şikayəti olur. Birinci əlamət anosmiyadır. Yəni Parkinson xəstəliyinə tutulmazdan qabaq insanların qoxu duyğusu itməyə başlayır. Yəni hiss eləyirlər ki, sanki bir 40 yaşında, 45 yaşında burnunun hissiyatı itir. Sanki iyləri artıq hiss etməməyə başlayır və sonrada isə tamamilə qoxu itə bilər. Anosmiya ilk əlamətlərdən biridir. İkincisi qəbizlik. Müəyyən bir yaşdan sonra xroniki qəbizlik başlayır. Yəni insan nə qədər qidasını dəyişsə də, nə qədər fikir versə də rutininə, qida vərdişlərinə, sanki bağırsaqların funksiyası tədricən zəifləməyə başlayır və heç bir müalicəyə tabe olmayan xroniki qəbizlik başlayır. Üçüncü əlamət isə REM yuxu pozuntusudur. Yəni illər əvvəl insanın yuxusu dəyişməyə başlayır. Sanki görsəl, rəngarəng yuxular görməyə başlayır. Yuxuda çox həyəcanlanır, çox danışır, qışqırır, əl-qol atmağa başlayır. Əlbəttə, hər qəbizliyi olan və yaxud da ki, qoxu itkisi olan insan gələcəkdə Parkinson olacaq demək deyil. Amma bu əlamətlərin hər üçü varsa və getdikcə proqressivləşirsə və ailənizdə, ailə içərisində Parkinsona meyillik varsa, bunu diqqətə almaq lazım gəlir. Hətta indi müasir təbabətdə bu xəstəliyi gecikdirmək üçün müasir üsullarımız var. Kök hüceyrə, ekzosom terapiyası, beyni cavanlaşdıran müalicə üsulları vasitəsilə bu xəstəliyin maksimum gecikdirməyə nail ola bilərik.